1919-cu ilin sentyabrın 14-də aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi. Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün Hərbi Nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağa qərarı aldı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-sində Xarici İşlər Nazirliyinə məktub yazmış, aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislər dəvət olunması imkanlarının öyrənilməsini xahiş etmişdir. Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləşməsi və aprel işğalı hərbi hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoyur. Salam değerli NTV izləyiciləri, hər birinizi xoş gördük. Tariximizin yeni bölümü ilə sizlərin qarşısındayıq. Bugün danışacağımız mövzu biraz coğrafi baxımdan, həm tarixi baxımdan önəmli mövzudur. Tariximizin bu tərz bölümlərin gəlməsi isə sizlərin dəstəyi sayəsində olacaq. İnşallah ki, bu sezonu da bəyənərsiniz və növbəti sezonlara birlikdə addımlayarıq. Bugün danışacağımız Ermənistanla Azərbaycanın sərhəd məsələsidir. Yəni bununla bağlı məlumat verəcəm. De jure Azərbaycan Ermənistan sərhəddi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir. Qərbdə Ermənistan, həmçinin Azərbaycanın Naxçıvan demək eksklavı arasında və şərqdə Ermənistan ilə demək Azərbaycan arasında uzun bir hissədir. Bundan əlavə de jure sərhədin hər iki tərəfində bir sıra anklavlar var. Lakin belə deyək, faktiki olaraq indi onlar müvafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq belə deyə bilərik ki, Azərbaycan və Ermənistan sərhəddi ilə bağlı vəziyyət daha mürəkkəbdir. Bu sərhəddin qərbi Naxçıvan bölməsi mübahisəli deyil, amma ancaq şərq sərhədlərinin bir qismində nə Azərbaycan nəzarət etmir. Yəni bunu qeyd edək. Amma belə deyək, demək Naxçıvan bölməsi demək bölməsində Kərki anklavının istisna olaraq verə bilərik biz burada. Həmçinin belə deyək ki, 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra sərhəddin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhəddin cənub sektor hissəsində belə deyək, Azərbaycan ərazisinin daxilində uzanan yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli demək hissəsini əhatə edən təmas xətti ilə formalaşır. Demək Ermənistan faktiki olaraq bu ərazini işğal edir və işğal nəticəsində də belə deyək burada Qondarma Dağlıq Qarabağ Respublikası təşkil edilmişdir. Ermənistanla Qondarma Dağlıq Qarabağ Respublikası arasındakı sərhəd de jure Azərbaycan-Ermənistan sərhəddi boyunca davam edir. Bu hal
növbəti sezonda bundan bağlı ətraflı danışacağıq. 2020-ci sentyabrın 27-sinə qədər davam edir və 2-ci Qarabağ müharibəsi bu məsələdə reallığı tamamilə dəyişən bir dönüş nöqtəsi olur deyərdim. Naxçıvan hissəsi, demək Azərbaycan-Ermənistan sərhədinin qərb hissəsi şimaldan Türkiyə ilə Araz çayı üzərindəki sərhəd qovşağından başlayır. Zəngəzur və Dərələyəz silsiləsi kimi, belə deyək ki, müxtəlif dağ silsilələri boyunca cənub-şərqə, həmçinin Araz çayı üzərindəki İranla qərb sərhəd qovşağına qədər uzanır. Bundan əlavə Azərbaycanın Kərki anklavı sərhədin bu hissəsinin şimalında yerləşir. Lakin 1992-ci ilin mayından etibarən Qarabağ müharibəsi zamanı 19 kilometr kvadrat ərazi Ermənistan tərəfindən işğal olunur. Demək, Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsində isə şimaldan Gürcüstanla sərhəd qovşağından başlayır və cənub-şərq istiqamətində uzanır. Coğazçay ətrafında ziqzaq vurur. Coğazçay ağzında Coğazçay su anbarının bir hissəsini keçib Abbasbəyli su anbarının qərb ucuna toxunur. Sərhəd daha sonra isə Göyçə gölünün şərq sahilindən Göyçə silsiləsi boyunca paralel olaraq uzanır. Şərqi Göyçə silsiləsi boyunca cənuba, sonra isə demək Alagöz belə deyək də silsiləsi ilə qərbə doğru kəskin şəkildə şərqə dönmədən əvvəl böyük Alagöl gölünü əhatə edən bir Azərbaycana məxsus çıxıntı əmələ gətirir. Sonra sərhədin cənub istiqamətindən hərəkət edir. İşıqlı Qaragöl gölü və Qaragöl Dövlət Təbiət Qoruğundan keçərək Araz çayı üzərində demək belə deyək ki, sərhəd qovşağında sona çatır. Sərhədin bütün hissələri əsasən dağlıq ərazilərdən və orta hesabla 600 metr ilə 3400 metr arasında yüksəklikdən keçir və bundan əlavə olaraq həmin ərazilərə belə bir nüansı da qeyd edə bilərik ki, demək 4 anklav var. Biri Ermənistanda, bu başkənd anklavıdır. Üçü isə demək Azərbaycanda Sofulu, Yuxarı Əsgəpara və demək Barxudarlı anklavları mövcuddur. Müharibədən sonra 4 anklavın hamısı qarşı tərəflər tərəfindən işğal edilib və belə deyək də anklavlar Ermənistan və Azərbaycanın rəsmi xəritələrində də göstərilməkdədir. Bu belə deyək də sərhəd 1991-ci ildə SSR-nin dağılmasında və eyni ildə Ermənistan və Azərbaycanın müstəqilliyini elan etməsindən sonra dövlət sərhəddi kimi olur və 1994-cü ildə imzalanan atəşkəslə sona çatan Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan Qondarma Dağlıq Qarabağ Respublikası kimi təşkil edilmiş Dağlıq Qarabağın böyük bir hissəsinə və onun ətrafında olan 7 rayona nəzarət yetirir. O vaxtdan bəri münaqişə dondurulmuş vəziyyətdə qalır və həmçinin nəticədə Sovet dövrünün yalnız şimal hissəsindəki rəsmi sərhədlə uyğun olaraq faktiki müasir Azərbaycan-Ermənistan sərhəddi meydana gəlir. Atəşkəsdən sonra isə iki ölkə arasında münasibətlər son dərəcədə gərgin olaraq qalır. Buna misal olaraq 2008, 2012-ci illər, 2014, 2018 və 2020-ci illərdə sərhəd boyunca dəfələrlə döyüşlər baş verir. Məsələ 2020-ci ildə isə 2-ci Qarabağ müharibəsinin gedişində 30 ilə yaxın işğal altında qalan torpaqlar azad edilir. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Ermənistanla sərhəddə yerləşən Bartaz demək Sığırt və digər yüksəklikləri ələ keçirməklə Azərbaycan-Ermənistan dövlət sərhəddinin bərpası istiqamətində ilk addımları atmış olur. Və bundan sonra Azərbaycan-Ermənistan sərhədlərin demarkasiyası prosesindən kənarda qalmışdı. Bunun səbəbi Qarabağ müharibəsi və onun nəticələri olmuşdur ki, faktiki olaraq Azərbaycan və Ermənistan sərhədləri bağlıdır, ərazisi hərbiləşdirilib və Azərbaycan torpağının bir hissəsi
hadisəsinin işğal altında qaldığı müddət ərzində Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan sərhədini keçənlər Azərbaycan tərəfindən qanunsuz giriş etmiş kimi qəbul edilir və onların ölkəyə girişi məhdudlaşdırılırdı. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Növbəti bölümlərdə görüşmək ümidi ilə kanalımıza abunə olub videomuza like ata bilərsiniz.